Qələmdə Allah gücü var. Qələmin öz taleyi, öz görəvi var. Qələmin gücü dağı yerindən oynadar. Göylə yer arasında barmaq boyda boyuyla dirək kimi dayanar. Qələmin sirri Tanrıya aşkar. Vərəq meydanında Tanrı gücü ilə ol deyər. Hərif qoşunu düzülər, baxıb görər ki, üzündə hüruf yazılan yüz dost gülümsər hər sətirindən. Bəzən qələmlə aramda dost gileyi yaranar. Düşüncələrimin rəsmi şeirdə qəribə alınar. Hisslərimin sonsuzluğu sətirlərə sığmayanda fikirlərim sıxılıb ağrıyar. Şeirin o üzündə ömrün çətinliklərini oxucum görməz. Bir güc qıtlığı çıxar ortaya, bəzən ömrün kədəri, ahı, bəzən də ürəyin güllü çiçəkli əhvalı sətirlərin görünməyən üzünə yazılar. Dərd çox olanda deyəcəkləri sözlə demək olmur axı. Qələmsə alın yazısıyla sətir-sətir sıralayır yazılacaqları, olacaqları. Hər dərdə əlac gəzmək, hər gileyi söyləmək, hər kədəri göz yaşı ilə ölçmək istəsək belə olmur. Qələmlə şeirin sehri başqadır. Şeirin vaxtı, zamanı, ölçüsü, məkanı, ucalıq olduğu, hər şeyə yüksəklikdən baxdığı üçün hər şeyi aşkar yazmağa, göz yaşının, həqiqətlərin, vəhiy kimi ilahi dəyərin sirrin sətir-sətir anlatmağa qələm izinlidir. Eşq olsun. Eşq olsun Tanrı göndərən qələmə. Eşq olsun namərdə qarşı vərəq üstə pəhlivan kimi döyüş meydanı açana. Şükür qələmə güc verənə, yazdırana. Qələmin sözün gücü, dağ gücü. Qələm insan deyil ki, susa haqsızlıqlara.